Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar, dəyərli CVC Sport izləyiciləri. Liv Bonadea Arenadan canlı yayımıza başlayırıq. Bura Mərdəkandır və Araz Naxçıvan komandası ev oyunlarını keçirdiyi stadionda bugün 26-cı turun açılış qarşılaşması çərçivəsində Qarabağı qəbul edir. Araz Naxçıvan komandasının 11-liyi sizə təqdim olunur. Subtitrlarda göstərilir və mən də öz nəvəmdə heyətlərlə sizi tanış edim. Qapıcı 12 Kristian Avram, 5 Qara Qarayev, 34 Ürfan Abbasov komandanın kapitanı, 3 Bəxtiyar Həsən Alızadə, maçın baş hakimi Kamal Umudludur, FIFA referisi. Baş hakimin köməkçiləri Vüsal Məmmədov və Şirmamet Məmmədovdur. 4-cü hakim Fərid Hacıyev. Var hakimi Əliyar Ağayev, var hakiminin köməkçisi Zeynalovdur. Hakim inspektor Anar Salmanov, AFFA nümayəndəsi Rüfət Əmirov. Qonaq Qarabağ komandasının 11-liyi ekranlarımıza gəldi. Qapıcı 99 Mateusz Kochalski, 55 kapitan Bəda Hüseynov, 13 Bəhlul Mustafazadə. Mübarizə başlayır. Liv Bonadea Arenada hər iki komandaya uğurlar arzu oluruq və maraqlı 90 dəqiqə gözləyirik tərəflərdən. Orada top uğruna mübarizə. Bəxtiyar Həsən Alızadə səhv edir, ötürmə qapı qarşısında Kadi Morgeç. Kadi! Az qala maçın elə birinci dəqiqəsində hesabı açacaqdı Kadi, amma onun zərbəsindən sonra top direğin yanından keçir. İzləyirik təkrarı. Cinahdan Toral Bayramov gəlir, ötürmə qapı qarşısına. Başla zərbə üçün imkan var idi, amma Nərman orada değildi və dərhal Kristian Avram. İndi isə Qarabağın növbəti hücum olacaq. Ötürmə Yakovicdən Nərman Axundzadə. Axundzadə ötürməsi qapı qarşısında hücum davam edir. Kadi, ondan zərbə sağ ayaqla. Ötürmə çox yaxşı alınır Nərman Axundzadə. Zərbə və yenə də qapıya düşmək mümkün olmur. Qarabağ komandasının 90 nömrəli futbolçusu bax burada. Yaxşı zərbə indirmişdi. Hətta Kadinin zərbəsindən daha yaxşı alınmışdı onun zərbəsi. Daha tutarlı alınmışdı sadəcə. Cərmə zərbəsi Yasin Benziya. Ötürmə qapı qarşısına. Başla zərbə və top qapının üstündən keçir. Offside da var. İləri ötürmə. Paro, Nərman Avram. Kristian Avram. Nərman Axundzadə dueli. Boş zonaya ötürmə cəhdi alınmadı Yusufun. Leandro Andrade ötürmə cərmə meydançasına. Başla zərbə. Yerindədir Avram. Təkrar izləyirik. Zubinin zərbəsi və Avramın seyvi. Yusuf Paro. Geri ötürmə. Qara Qarayev. Yaxşı düşündü. Ara ötürməsi çəkdi. Qazacaq Toma. Zərbə. Kochalski. Santos və gol! Felipe Santos! Felipe Santos hesabı açır. Qara Qarayev ardınca ötürmə. Cərmə meydançasına top Kochalski'dən qayıdır. Santos daha bir zərbə və top qapıdan keçir. Felipe'nin qolu. Eyyub Allaş, Şatoba, Santos, Kochalski, təkrar Santos və qol. İşarəsini verir Kamal Umudlu. Zərbə gəlir və son anda Avram. Son anda Kristian Avram. Təkrarı bir daha izləyirik. Bax bu zərbədən sonra Leandro'nun cəhd, Yasin Benziyanın cəhdindən sonra Kristian Avram. Felipe Santos keçməyə çalışır, önündə keçir rəqibini. Zərbə üçün imkan Alxasov. Zərbə uğursuz alındı. Felipe Santos Bədavini çox ustalıqla keçdi. Ötürmə, daha bir dəfə qapı qarşıda Felipe. Yerindədir Kochalski. Yasin Benziya sol tərəf ötürmə. Toral Bayramov sərt ötürmə qapı qarşısına. Toral Bayramovun ötürməsi sərt idi, bərk idi və Avram top əlindən qaçırır. Sonlarında bu da təkrar.
Əlindən qaçırır, bəli, Cristiano Avram. Topu ələ keçirməyə çalışdı, əlindən qaçırdı və heç bir qayda pozuntusu yoxdur burada. Heç bir şey yoxdur. Nəriman Axundzadə qaydalar çərçivəsində, hətta oyundan kənar vəziyyətdən də söhbət gedə bilməz. Nəriman Axundzadə hesabı tarazlıq gətirir. Liv Bonadea arenada. Və elə bu andaca Kamal Umudlu ilk hissənin final fitini səsləndirir. Saatına baxır və fitini səsləndirir. Felipe Santos topu geri götürdü. Carlos Jatoba. Qarabağ komandasının hücumu ikinci hissədə. Leandro Andrade qarşısında boşlanan Yusuf Paro önündə. Andrade sol ayaqla zərbə. Top qapının üstündən keçir. Bayraq da qalxıb. Offside. Araz Naxçıvan komandası indi müdafiə olunmağa çalışır. Qarabağın əks hücumu Abdullah Zubir. Zubir ötürməsini etdi. Kadi geriyə. Yasin Benziya! Top direğin yanından keçir. Yasin Benziya. Gol vurmağa yaxın oldu. Ayağının çölüyle ötürmə. Felipe Santos. Əvunir orada. Zərbə Nuno Rodrigues. Mateusz Kochalski. Leandro Andrade sürətlə daxil olur cəmi medaşası. Andrade top geri qaydır. Kadi topu qapının üstündən vurur. Kadi Borges qırıcı kimi gəldi. Çox sürətlə gəldi rəqib cəmi meydançasına. Zərbəsi alınmadı. Kadiyə gələn top o da sağ ayaqla çərçivəyə düşə bilmir. Təkrarı bir daha izləyirik. Elçin çox kobud səhv. Nəriman Axundzadə cəmi meydançasında. Axundzadə ötürmə qapı qarşısına. Hesab değişir maçta. Leandro Andrade. Niye bu kadar uzun olmasına sebep? Elçinin bax bu səhvidir. Çox belə deyək, aydın cavab var meydanda. Adi vəziyyətdə orada topu rəqibə hədiyyə etdi Elçin Mustafayev və Nərimanın iddial ötürməsindən sonra Leandro Andrade topu qapıdan keçirir. Geri dönüş edir Qarabağ. Hesap 2-1 olur. Jatoba. Santos. Ondan topu uğurla alır. Benziya və ara qarışır. Ara qarışır, dava düşür hətta. Hətta dava düşür. Bax bu epizod Yasin Benziyanın bu təxribatçı davranışı. Aləmi vurdu bir-birinə, ardınca da Carlos Jatoba. Bax bu mübarizəni qızışdırır, daha sonra nə baş verir? Felipe Santos. Qırmızı vərəqələr olacaq, şübhə yoxdur buna. Bəli, Felipe Santos qırmızı vərəqə. Sarı vərəqə Benziyaya, sarı vərəqə Jatobaya, Yankoviçə. Veşoviç sürətlidir, qapı qarşı ötürmə, zərbə! Gözəl idi o zərbə. Adday ver ama Avram top ələ keçir. Ötürmə cəbə meydançasına və indi hücumu davam edir. Araz Naxçıvan futbolçularının amadi vəziyyətdə topu itirdilər. Əks hücum bitirmək olar bu maçı. Emanuel Adday tək başınadır. Adday və gol! Emanuel Adday topu qapıdan keçirir. Musa Qurbanlıya ötürməyə etməsə də golunu vurmağa bacarır Emanuel Adday. Emanuel Adday yekun nəticəni qoyur. Elçin Mustafayevi
bir göz qırpımında keçir. Addayi, hətta Mustafayev burada istiqaməti də dəyişir. Bəlkə Cristiano Avram hansısa bir toxunuşu edəcəkdi. O da alınmır çünki top Elçinə dəyib istiqamətini dəyişir. Və beləliklə görüşün final fiti səslənir. Liv Bonadea arenada.